Salam uşaqlar, hər birinizi xoş gördük. Deməli, ümumi sınaq izahına baxacağıq. Əvvəlki illərdə dəyər nəşrlərinin keçirtdiyi ümumi sınaq imtahanıdır. Deməli, ilk sualla başlayaq. Birinci sualda bizə deyir ki, durğun suya nəzərən sürəti 36 km/saat olan motorlu qayıq çayın axını istiqamətində bərabər sürətlə hərəkət edir. Çayın axın sürəti 2 m/saniyə olarsa, qayıq 4 saniyə ərzində nə qədər yol gedər? Deməli, uşaqlar bizə qayığın sürətini verib ki, bu 36 km/saatdır. Metr/saniyə keçmək üçün 18-də 5-ə vururuq. Bu eləyir deməli 10 metr/saniyə. Çayın sürəti isə 2 metr/saniyədir. Bizə deyir ki, 4 saniyədə nə qədər yol gedər? Deməli, uşaqlar, burada necə tapılırdı? S bərabərdir. Əgər qayıqla çay eyni istiqamətdə hərəkət edəndə toplayırdıq, əks istiqamətdə hərəkətdə çıxırdıq. Onda eyni istiqamətli hərəkət olduğuna görə qayığın sürəti ilə çayın sürətini toplayıb zamana vururuq. Buradan S bərabərdir. Qayığın sürəti 10, üstə gəlsin çayın sürəti 2, vurulsun 4. 12 vurulsun 4-dən cavabımız olacaqdır 48 metr. Birinci sualın doğru cavabı C variantı. İkinci sual, çevrə üzrə hərəkətdə bucaq sürətinin dövrətmə periyoduna asılılıq qrafiki hansıdır? Biz bilirik ki, bucaq sürətinin düsturu omega bərabərdir, 2pi bölünsün t'dir və buradan gördüyümüz kimi bucaq sürəti periyodla tərs mütənasib şəkildə asılıdır. 33 nömrəli sual. Eyni kütləli iki süni peyk yer ətrafında dairəvi orbitlər üzrə hərəkət edir. Bu peyklərə təsir edən ağırlıq qüvvələrinin modullar arasında hansı münasibət doğrudur? Ağırlıq qüvvəsi bilirik ki, F bərabərdir, M vurulsun J'dir. Eyni kütləlidir. Onda burada ağırlıq qüvvəsi sərbəşmə təcili ilə düz mütənasib şəkildə asılıdır. Onda hər biri üçün yazağın. Deməli, J1 bərabərdir. J vurulsun, M bölünsün. Deməli, belə eləyəyin. Gəlin, istəsəniz elə birbaşa bu ağırlıq qüvvəsinin düsturundan da gedə bilərik. Bir də uzatmayaq. Deməli, F-in düsturu nədir? J vurulsun, böyük M vurulsun, kiçik M bölünsün, R-in kvadratı. Düzdürmü? Gəlin, bundan yazağın elə. F1 bərabərdir, J vurulsun. Bizə deyir, eyni kütləli iki süni peyk. Onda yazağın M vurulsun, M bölünsün. Birinci üçün baxıram ki, belə deyək də, mərkəzdən olan məsafəsi nə qədərdir? Deməli, bu R-dir, burada R-dir, burada R-dir. Bax, bu da R-dir, bu da R-dir. Ümumi məsafə 3 R eləyir, kvadratı olacaqdır 9 R-in kvadratı. İkinci üçün yazsaq, F2 bərabərdir, J vurulsun, böyük M vur, kiçik M bölünsün. İkincisi isə fikir verin, bax, buradan bura qədər məsafədir. Bura R, burada R. Ümumi məsafə eləyir 2R kvadratı, 4R-in kvadratı. Gəlin, bunları tərəf-tərəfə bölək. Məsəl üçün, F2-ni F1-ə bölək. F2-ni F1-ə böləndə F2 deməli J vur, M bölünsün 4R-in kvadratı. F1-ə böləndə tərs qiymətinə vururam. Deməli, 9R kvadratı yuxarı qalxır. J, M vur, M düşür aşağı. Bax, bunlar ixtisar getdi. R kvadratlar ixtisar getdi. Buradan alırıq ki, 9 bölünsün 4-dür. Buradan da F2-ni tapanda nə alarıq? F2-ni tapanda alıram. Deməli, 9 F1 böl 4. Yəni, 4-də 9 F1. Doğru cavabımız Y variantı. 34 nömrəli sual. Kütləsi 5 kiloqram olan cismə təsir edən dartı qüvvəsi sürtünmə qüvvəsindən 3 dəfə çoxdur. Aha, deməli, dartı sürtünmədən 3 dəfə çoxdur deyir. Cismin təcili 0,6 metr/saniyə kvadratı olarsa, cismə təsir edən deyir ki, sürtünmə qüvvəsini hesablayın. Demək, uşaqlar, Newton ikinci qanunu yazsaq, F əvəzləyici bərabərdir, MA-dır. Gördüyümüz kimi, dartı qüvvəsi daha böyükdür. Elə buradan görürük ki, dartı 3F sürtünməyə bərabərdir. Əvəzləyici qüvvənin yerinə nə yazarıq? Dartı ilə sürtünmə əks yönəldiyi üçün dartı qüvvəsindən sürtünmə qüvvəsini çıxırıq, MA-ya bərabər edirik. Buradan dartının yerinə gətirib 3F sürtünmə yazsam, 3F sürtünmə çıxılsın F sürtünmə bərabərdir M5, təcilimiz də 0,6. Buradan alınır ki, 2 dənə F sürtünmə bərabərdir 3-ə, sürtünmə qüvvəsi də alınır 1,5 Newton.
Doğru cavabımız D variantı. 35 nömrəli sual. Elastiki deformasiya halında yayın uclarına təsir edən qüvvənin qiymətini, F-i 2 dəfə artırdıqda sərtliyi və potensial enerjisi. Uşaqlar, sərtliyi dəyişməz. Çünki F bərabərdir Kx, K-nı tapanda F bölü X. K demişik ki, F-dən və X-dən asılı deyil. Nədən asılıdır? K bərabərdir S vur Y böl L0. Bax, bu düsturdakı kəmiyyətlərdən asılıdır. Ona görə sərtliyi dəyişməz. Potensial enerjini isə biz F-in kvadratı bölünsün 2K düsturundan gedə bilərik. K dəyişmir. Amma qüvvə 2 dəfə artdığına görə potensial enerjisi 4 dəfə artacaq. K dəyişməz, potensial enerji 4 dəfə artar. Doğru cavab Y variantı. 36 nömrəli sual. Kütləsi 6 kiloqram olan cisim bloklar sistemi vasitəsilə şaquli yuxarı istiqamətdə 2 metr böl saniyə kvadratı bərabər təcillə qaldırılır. İpin sərbəst ucuna təsir edən F qüvvəsinin modulunu hesabla. Deməli uşaqlar, ipin ucuna F qüvvəsi təsir edir. Eyni ipdə eyni qədər gərilmə olduğuna görə, baxın, burada F-dir, burada F-dir və burada F-dir. Onda baxıram bu bloka yuxarı doğru 3F təsir edir. Onda burada 3F-dir. Aşağı da buna mg ağırlıq qüvvəsi təsir edir. Düzdürmü? Və deyir ki, bu müəyyən bir təcillə yuxarı qaldırılır. Bu cisim müəyyən bir təcillə yuxarı qaldırılır. Yuxarı qaldırılırsa, onda təcil istiqamətində olan qüvvə daha böyükdür. Onda 3F çıxılsın mg bərabərdir ma yazırıq. Düzdürmü? Buradan 3F bərabər olur mg üstə gəlsin ma-ya. F-i də tapsaq, olacaqdır F bərabərdir m vurulsun j plus a bölünsün 3. Yerinə qoyub hesablayağın. Deməli kütlə 6, j 10, üstə gəl təcil 2 bölünsün 3. 10 plus 2, 12, 6-ya vuranda 72, 3-ə də böləndə 24 Newton. Doğru cavab C variantı uşaqlar. Bunu bu cürdə, bax, burada göstərdiyim kimdə gedə bilərsiniz? Belə də baxa bilərsiniz ki, bu neçə dəfə qazanc verir? 3 dəfə. 3 dəfə qazanc verirsə və müəyyən bir təcillə yuxarı qaldırılırsa necə yazırıq? M vur J plus A bölü 3 yazırıq da. Məsələn, tərpənən blokda A təcilindən yuxarı qalxanda mg plus A bölü 2 yazırıq. 2 dəfə qazanc verdiyinə görə. A təcilindən aşağı düşəndə mg minus A bölü 2 yazırıq. İndi burada müəyyən bir təcillə yuxarı qaldırılır. Deməli, mg plus A olmalıdır. Amma 3 dəfə qazanc verdiyinə görə məxrəcdə bir dənə 3 yazırıq. Bu şəkildə də gedə bilərsiniz. 37 nömrəli sual. Cismə yerdəyişmə istiqamətində təsir edən qüvvənin yerdəyişmənin moduluna asılıq qrafik verilib. Bu qüvvənin ilk 8 metr yolda gördüyü iş hesabla. Demişik ki, qüvvə yerdəyişmə zaman qrafikində, grafikin altında qalan sahə bizə işi verir. Çünki işin düsturu Fs-dir. Burada hasil varsa nə var? Sahə var. Onda burada gördüyümüz iş elə fiqurun sahəsi olacaqdır. Bu da üçbucağın sahəsidir. Tərəflərin hasilinin yarısı, yəni 4 vur 8 bölünsün 2-dən olacaqdır 16 kilojoule. Doğru cavabımız D variantı. 38. Harmonik rəqs edən maddi nöqtənin koordinatının zamanı asılı qrafik verilib. İlk 10 saniyə ərzində maddi nöqtənin yer dəyişməsinin modulunu hesabla. Fikir verirsə, başlanğıcda bunun koordinatı 0-dır. 10 saniyə sonra isə koordinatı fikir verin 3 olub. Deməli 3 metr yer dəyişmə icra edib. 39. Suda üzən taxta parçası 8 litr su sıxışdırıb çıxarır. Həcmi 12 kub desimetr olan bu taxta parçasına təsir edən Arximed qüvvəsinin modulunu hesabla. Deməli, Arximed qüvvəsi biz bilirik ki, rho maye J və batandır. Deməli, buradan nə yazırıq? 8 litr su sıxışdırıb çıxarır deyir. Deməli, uşaqlar burada indi bu 8 litr su sıxışdırıb çıxarırsa, deməli, batan həcmi də elə 8 litrdir də. Çünki nə qədər həcmi batıbsa, o qədər həcmdə su sıxışdırıb çıxarır. Deməli, batan həcm 8 litr imiş ki, 8 litrdə su sıxışdırıb çıxarıbdır. Onda burada nə yaza bilərik? Mayenin sıxlığı 1000, vur J10, vurulsun batan həcm 8 litr. Bunu da kub metrə çevirsək, 1 litr 1000-də 1 kub metrdirsə 8 litr olacaqdır. 1000-də 8 kub metr. Deməli, minlər gedir, 8-10-a vuranda olacaqdır 80 Newton. Doğru cavabımız C variantı. 40 nömrəli sual. Həcmin sabit qiymətində V bərabərdir konstant. Verilmiş kütləli ideal qazın M də konstant. Təzyiqini 2 dəfə azaldırıq. Deyir ki, orta kinetik enerjisi necə dəyişər? Orta kinetik enerji biz bilirik ki, 2-də 3 KT-yə bərabərdir. Yəni, orta kinetik enerji temperaturla düz mütənasib şəkildə asılıdır. Mendeleyev Klaperon tənliyi yazsaq, PV böl T bərabərdir konstant. Düzdürmü? İzoxordur. V sabitsə P ilə T düz asılıdır. Əgər bunun təzyiqi 2 dəfə azalıbsa,
Deməli, temperatur da 2 dəfə azalıb. Temperatur 2 dəfə azalıbsa, onda orta kinetik enerjisi də 2 dəfə azalacaqdır. 41 nömrəli sual. Bir halından ikinci halına keçən verilmiş kütləli ideal qazın aldığı istilik miqdarını hesabla. Baxırıq ki, verilən qrafikdə həcm sabitdir. Yəni, bu izoxor prosesdir. Termodinamikanın birinci qanunu yazsaq, delta U bərabərdir Q plus A'dır. Və izoxor proses olduğundan burada iş sıfırdır. Onda istilik miqdarı elə delta U-ya bərabərdir. Bu da 2-də 3. Biz bilirik ki, daxili enerjinin düsturu 2-də 3 PV düsturu var. Dəyişməsini yazıramsa, burada V sabitdir, P dəyişir. Ona görə mən delta P vur V şəklində yazıram. Buradan 2-də 3 vurulsun. Təzyiqin dəyişməsi 5-dən 9-a gəlib, dəyişmə 4 vurulsun. Həcmimiz də gördüyümüz kimi buradan 10-a bərabərdir. Hesablasaq, alacağıq buradan 60 joule. Doğru cavabımız B variantı. 42 nömrəli sual. Psixometrin quru termometrin göstəricisi 21 dərəcə Selsi. Deməli, quru 21. Buradan 21'i seçdik. Deməli, yaş isə 16'dır. Baxın, fikir verin. Quru 21, yaş 16. Onda fərq nə qədərdir? 5'dir. Buradan 5'i də seçdik. Bunları kəsişdirəndə alırıq ki, bunun nisbi rütubəti 60%. Bunu təyin elədik. İndi bizə nə deyir? Psixometrik cədvəldən istifadə edərək havanın mütləq rütubətini müəyyən edin. Biz bilirik ki, nisbi rütubətin düsturu rho bölünsün, rho 0 vurulsun 100%'dir. İndi burada 21 dərəcə Selsidə doyan su buxarının sıxlığı 18 olaraq verilir. Bizdən istəyir mütləq rütubəti, yəni rho-nu soruşur. Yerinə yazsaq 60 bərabərdir. Rho bölünsün, rho 0'ımız 18 vurulsun 100. Buna hesablayanda, bax 1-0 bundan ixtisar gedir. Buradan alırıq ki, 10 rho bərabərdir. 6'nı da 18'ə vuranda olur 108. Bunu da rho-nu tapanda 108'i də 10'a böləndə cavab olacaq. 10,8 qram bölünsün metrin kubu. Doğru cavabımız C variantı. Növbəti sual. Bircins elektrik sahəsinə intensivlik xətlərinə perpendikulyar istiqamətdə daxil olan mənfi yüklü İona bu sahə tərəfindən təsir edən qüvvənin istiqaməti. Biz bilirik ki, intensivlik xətləri müsbətdən mənfiyə doğru yönəlir. Daxil olan mənfidir. Müsbət mənfini neyniyər? Özünə doğru bir F qüvvəsindən cəzb edər. Bizə deyir ki, bu mənfi iona təsir edən qüvvə hara yönələr? Gördüyümüz kimi sola tərəf yönəlib. 44. Tutumu C bərabərdir 80 mikrofarad olan müstəvi kondensatorun lövhələri arasındakı gərginlik 5 voltdur. Kondensatorun mənfi lövhəsində olan artıq elektronların sayını tap, yəni bizdən N-i soruşur. Biz bilirik ki, yükün Q bərabərdir N vur Y düsturu var. Buradan N-i tapanda olur Q bölünsün Y. Amma bizdə Q yoxdur. Q-nün də yerinə tutumun düsturundan CU yazıram, bölünsün Y. Qiymətləri yerinə qoyub hesablasaq, tutumumuz deməli 80 mikrofarad, yəni 80 vur 10 üstü mənfi 6 vurulsun gərginlik 5 bölünsün elementar yük də 1,6 vurulsun 10 üzəri mənfi 19. Bunu hesablayan uşaqlar deməli 5'i 80'a vuranda 400. 400'ü mən 4 vur 10 üstü 2 yazıram. Vurulsun 10 üstü mənfi 6. Aşağıda da 1,6 vur 10 üstü mənfi 19'u 16 vurulsun 10 üstü mənfi 20 şəklində yazıram. Hesablayalım. Deməli yuxarıda alıram. Bax, bununla bunu ixtisar eləsəm, burada bir dənə 4 qaldı. Yuxarıda alıram 10 üstü mənfi 4. Aşağıda da alıram 4 vurulsun 10 üstü mənfi 20. Düzdürmü? Bunu hesablayanda nə olacaq deməli? 10 üstü mənfi 4'dən 10 üstü mənfi 20'ni ixtisar eləyəndə deməli, belə deyək də, bölmədir, üstlər çıxılır. Mənfi 4'dən mənfi 20'ni çıxanda eləyəcəkdir 10 üstü 16. Deməli, 10 üstü 16 bölünsün 4. Buradan da 1 10'u ayırıb 4'ə bölsəm olacaqdır 2,5 vurulsun 10 üstü 15. Doğru cavabımız B variantı. 45. Yarımkeçirici diodun volt amper xarakteristikası hansıdır? Yarımkeçirici diodda 2 dənə keçid vardı. Bu isə düz keçidə uyğun idi. Bu hissə isə tərs keçidə uyğun idi. Bu şəkildə olacaqdır. Yəni düz keçidəndə, düz keçid olanda. Yəni belə deyək də, bu bizim yarım keçirici diodumuzdur, düzdürmü? Biz bilirik ki, yarım keçirici diod bu ox istiqamətdə cəryanı buraxır. Yəni bura məsəl üçün müsbətdir, bura mənfidir. Bu halda düz keçid sayılır və burada cəryan
yəni çox yaranır. Amma bu əksi olsa, yəni məsəl üçün bura mənfi, bura müsbət yazsam, artıq müsbətdən mənfiyə cəryan gələ bilmir. Ona görə burada cəryan yaranır, çox cüzi yaranır. Ona görə bu hissədə tərs keçid sayılır. 46. İnduksiyası 4 milli Tesla olan bir cism maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar istiqamətində yerləşən cəryanlı düz naqilin aktiv hissəsinin uzunluğu 0,5 metrə bərabərdir. Naqilə təsir edən amper qüvvəsi 8 milli Newton olarsa, ondan axan cəryan şiddətini hesabla. Biz bilirik ki, əgər naqil induksiya xətlərinə perpendikulyar istiqamətdə hərəkət eləyirsə, ona amper qüvvəsi təsir edir, paraleldə təsir etmir, perpendikulyar da təsir edir və IBL düsturu ilə tapılır. Onda buradan amper qüvvəmiz, elə cəryan şiddətini tapalım buradan, İni tapanda olacaq, F amper bölünsün, B vurulsun L. Yerinə qiymətlər yazaq. Amper qüvvəmiz 8 milli Newton, yəni 8 vur 10 üstü mənfi 3'dür. B 4 milli Tesla'dır, yəni 4 vur 10 üstü mənfi 3'dür. Vurulsun L də 0,5'dir. Bərabərdir. 10 üstü mənfi 3'lər gedir. 4'ü 0,5'ə vuranda 2, 8'i də 2'yə böləndə cəryan şiddəti olur 4 amper. Doğru cavabımız D variantı. 47 nömrəli sual. Dalğa uzunluğu lambda bərabərdir 600 nanometr olan monoxromatik işıq şüalandıran lazerin bir impulsun davam etmə müddəti 5 mikrosaniyədir. Yəni 5 vur 10 üstü mənfi 6 saniyədir. Elə bunu da çevirək. Nanoda 10 üstü mənfi 9'dur. 600 vurulsun 10 üzəri mənfi 9. Sonra lazerin şüalandırdığı hər bir impulsda olan elektromagnet rəqslərinin sayını hesabla. Deməli, C də bizdə işıq sürəti 3 vurulsun 10 üstü 8 metr böl saniyədir. Bizdən sayı soruşur uşaqlar. M bərabərdir suala. Deməli uşaqlar, biz bilirik ki, dalğa uzunluğunun düsturu, məsəl üçün belə bir düsturu var. S vurulsun T. Buradan da S vurulsun, periyodunda yerinə yazıram. T bölünsün N. Buradan indi N'i tapalım. Deməli alınır, N'i tapanda S vurulsun T bölünsün lambda. Yerinə qoyub hesablayan uşaqlar. Deməli S 3 vurulsun 10 üstü 8'dir. Vurulsun zaman 5 vurulsun 10 üstü mənfi 6'dır. Bölünsün dalğa uzunluğu da 600 vurulsun 10 üstü mənfi 9. Bu da 6 vurulsun 10 üzəri mənfi 2 deməkdir də. Düz deyirəm. Buradan hesablamamızı aparaq. Bərabərdir. Deməli 3'ü 3 ilə 6'ı ixtisar eləyirəm. Burada qalır 2. 5'i də 2'yə böləndə 2,5 vurulsun. Yuxarıda 8 vur 10 üstü mənfi 6. Deməli, əsaslar eynidir, üstlər toplanır. Deməli, nə qədər olacaqdır? 8 mənfi 2 mənfi 2. Yox, 8 üstə gəl mənfi 6 2. 10 üstü 2'ni də 10 üstü mənfi 2'yə böləndə 4. 2,5 vur 10 üstü 4. Baxaq biz hardasa hesablama səhv elədikmi? Uşaqlar, baxın burada səhv eləmişik də. 600 vur 10 üstü mənfi 19, 6 vur 10 üstü mənfi 7'dir də, düzdür. 10 üstü 2'ni də 10 üstü mənfi 7'də böləndə 10 üstü 9. Yəni 2,5 vur 10 üstü 9. Doğru cavabımız B variantı. 48. Salğacda cəryan şiddəti I bərabərdir 3 kosinus 50 pt qanunu ilə dəyişir. İnduktivliyi 60 milli Henry olan sarğacın induktiv müqavimətini hesabla. İnduktiv müqavimət biz bilirik ki, XL bərabərdir omega vurulsun L'dir. Bunun omegası nə qədərdir? Bunun omegası 50 pi'dir. Onda yazıram. 50 pi vurulsun L. Yerinə qoyaq. 50 vurulsun pi 3 vurulsun. İnduktivliyimiz 60 milli Henry'dir. Bu da 60 vurulsun 10 üstü mənfi 3'dür. Hesablayalım buradan. Deməli 5'i 60'a vuranda 300. 300'ü də 3'ə vuranda 900, yanında da bir dənə 0 var da 9000. Yəni bu 9 vur 10 üstü 3'dür. Vurulsun, bu da 10 üstü mənfi 3. Bu getdi 1'ə, 9 da 1'ə vuranda cavab olacaq 9 10. Doğru cavabımız D variantı. 49 nömrəli sual. İşıq sürətinin yayıldığı mühitin mütləq sındırma əmsalından asılılıq qrafiki hansıdır? Dispersiya nəzərə alınmır. Bu V bərabərdir S bölünsün N düsturudur. Gördüyümüz kimi burada sürət sındırma əmsalı ilə tərs mütənasib şəkildə asılıdır. Doğru cavabımız olacaq A variantı. 50. P vur S böl H ifadəsi ilə hansı fiziki əmiyyət təyin olunur? Deməli uşaqlar, bu S ilə H ilə işimiz yoxdur.
Burada P foton impulsudur. Buna uyğun yazacağıq. Baxın, bu Y bərabərdir. MC kvadratı var da, düzdür, bunu bilirsiniz. Buradan Y bərabərdir. Bunu mən MC vurulsun C şəklində yaza bilərəm də. Bunu MV kimi düşünün. MC desə demək fotonun impulsudur. Bunu yerinə yazıram P. Onda buradan Y nəyə bərabər olur? P vurulsun C-yə. Foton enerjisi bilirik ki, H-nüyüdür məsəl üçün. H-nüyü nə yazsaq? Buradan olacaq P vurulsun C. P-ni tapanda nə olar onda? H-nüyü bölünsün C. Aparıb yerinə yazsaq, P-nin yerinə yazıram. H-nüyü bölünsün C. Yuxarıda bir dənə C, aşağıda da bir dənə H. H-lar getdi, C-lər getdi. Nə qaldı? Nüyü. Deməli, bu işığın tezliyinin ifadəsidir. 51 nömrəli sual. Verilən bu nüvə reaksiyası zamanı alınan izotopun nüvəsindəki nuklonların sayını. Nuklon sayı nədir uşaqlar? Məsələn, bir X elementimiz var. Yük ədədinə Z, kütlə ədədinə A deyirəm. Bu kütlədir, həm də bunun nuklon sayıdır. Yəni, səndən bunu soruşur. Burada da necə hesablayırdıq? Reaksiyanın sol və sağ tərəflərində yükün və kütlə ədədinin saxlanılması ödənilməlidir. Onda yazsaq, sol tərəfdə nə var? 27, bir də 1. Onda yazıram, 27 üstəgəl 1 bərabərdir. Sağ tərəfdə 4 üstə gəlsin. Buradakı bir X elementinin də nuklon sayına A deyirəm. Üstə gəlinsin A. Deməli, buradan 4 plus A bərabərdir 28-ə. A da nə alınır? 24 alınır. Doğru cavab Y variantı. Bax, yük ədədini də bu şəkildə yazardıq. Yük bu da 13-dür, bu da 0. Cəmi 13. Sağ tərəfdə bir dənə 2 var. 13 olması üçün nə çatmır? Bax, 11 çatmır. Yəni, yük ədədini soruşsa 11 olardı. 52 nömrəli sual. Şərti işarələrlə verilmiş cihazlar üçün L-Venn diaqramında uyğun ifadələri müəyyən elə. Birincisi voltmetr, ikincisi ampermetr. İşlədiciyə ardıcıl qoşulan ampermetrdir. Paralel qoşulan voltmetrdir. Müqaməti işlədicinin müqamətindən çox kiçik olur. Bu ampermetrə aid xüsusiyyətdir. Çünki ampermetrin müqaməti çox kiçikdir. Müqaməti böyük olan voltmetrdir. İş prinsipi maqnit sahəsinin cəryanlı naqilə təsirinə, yəni amper qüvvəsinə. Amper qüvvəsinə əsaslanır bunların hər ikisi. 5 ortaq. 2, 4, 1, 3, 5. 2, 4, 1, 3, 5 doğru cavabımız Y variantı. Açar sözlərdən uyğun ardıcıllıqla istifadə edərək mətni tamamla. Cisimlərin zərrəcikləri fəzada müəyyən nizamlı və qanuna uyğun düzülüşə malikdir. Bu əlbəttə ki, uşaqlar kristallara aid xüsusiyyətdir. Ona görə də kristallar bahalı olurlar. 4 buna görə uyğun gəlir. Sonra cisimlər zərrəciklərin fəzadakı düzülüşündə nizamsızlıq olan və fiziki xassələri daxilində götürülən istiqamətdən asılı olmayandır. Əlbəttə ki, bu amorflara aiddir. Sonra deyir ki, yəni olan bərk cisimdir. Burada olacaq uşaqlar, davamlı oxusaq, daxilində götürülən istiqamətdən asılı olmayan, yəni izotrop olan bərk cisimdir. 5 uyğun gələcək. Kristal cisimlərin müəyyən ərimə temperaturu vardır. Amorf cisimlərin isə müəyyən ərimə temperaturu yoxdur. Onlar müəyyən temperatur intervalında ərirlər. Ona görə ardıcıllığımız 4, 3, 5, 1, 2. 54. Düz xətlə hərəkət edən cismin koordinatının zamanlı asılılığı burada göstərildiyi şəkildədir. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin x oxu üzrə proyeksiyası 240 Newtondursa, cismin kütləsini hesabladır. Biz bilirik ki, Newton ikinci qanuna görə əvəzləyici qüvvə M vurulsun A-dır. Buradan M-i tapanda olur. Əvəzləyici qüvvə bölünsün təcil. Əvəzləyici qüvvə 240. Bəs təcil demişik ki, T kvadratının qarşısındakı ədədin 2 misli təcildir. 3-ün 2 misli 6-dır. 240-ı da 6-ya böləndə olur 40 kiloqram. 55. Saxlayıcı gərginliyin udulan foton enerjisinə asılılıq qrafiki verilmişdir. K nöqtəsinə uyğun saxlayıcı gərginliyin qiymətini volt ilə hesablayın. Deməli uşaqlar, baxın, biz fotofez üçün Einstein tənlindən bilirik ki, Y foton bərabərdir. A çıxış üzərinə gəlsin Y kinetik max, onun da yerinə YU saxlayıcı yaza bilirik. Düzdürmü? Foton enerjisi 10 elektron voltdur. Bərabərdir. Çıxış işimiz 4-dür. Üstə gəlsin YU saxlayıcı. Buradan YU saxlayıcı bərabər olur 6Y-yə. Y-lər gedir. Saxlayıcı gərginlik olur 6 volta bərabər. 56. Hansı halda keçirici qapalı konturda cəryan yaranır? Uşaqlar, burada induksiya cəryanının yaranması üçün nə baş verməlidir? Bir halqamız var, tutaq ki. Burada da bir maqnitimiz var. Düzdürmü? Bu şəkildə bir maqnitimiz olsun. Əgər
bu maqnit sarğaca daxil olursa və yaxud sarğacdan çıxarılırsa induksiya cəryanı yaranır. Bəs nə vaxt induksiya cəryanı yaranmaz? Əgər bir halqa kəsikdirsə, baxın, burada baxın onu göstərməyə. Uşaqlar, burada əgər halqa kəsikdirsə, baxın, halqa kəsikdirsə, bu halda induksiya cəryanı yaranmaz. Bax, halqa kəsik. Burada induksiya cəryanı yaranmaz. Bir də nisbi sürət sıfırdırsa induksiya cəryanı yaranmaz. Gəlin baxalım. Birincidə halqa sağa doğru gedir, maqnit sola doğru gedir. Yəni burada nisbi sürət sıfır deyil, ona görə induksiya cəryanı yaranır. İkincidə halqa sola, maqnit sağa gedir. Yenə də nisbi sürət sıfır deyil, induksiya cəryanı yaranır. Üçüncüdə maqnitlə halqa eyni istiqamətdə, eyni sürətlə hərəkət edirlər. Nisbi sürəti tapanda çıxırıq da. Deməli, burada nisbi sürət sıfırdır. İnduksiya cəryanı yaranmaz. Burada isə ümumiyyətlə nə halqa, nə də ki maqnit hərəkət eləmir. Yenə də burada induksiya cəryanı yaranmaz uşaqlar. Baxın, burada da induksiya cəryanı sıfırdır. Burada da induksiya cəryanı sıfırdır. Harada yarandı? 1 və 2 hallarında. 57. Fiziki kəmiyyətlər və onların BSD vahidləri arasındakı uyğunluğu müəyyən elə. İnduktivlik. İnduktivliyin vahidi nədir? Henridir. 1-ə C getdi. Hələ ki, görünənlərə baxaq, sonra isə digərlərinə baxarıq. İnduktiv müqavimət XL-dir də induktiv müqavimət. Müqavimətin vahidi nədir? Ohmdur. Ona görə 2-yə A getdi. Elektrik hərəkət qüvvəsi dediyimiz epsilondur. Gərginlik kimi bir şeydir demişik. Gərginlik də elə bir növ vahidi voltdur. B də bura getdir. Deməli, C, B, A getdi. Qaldı nə? D ilə Y. Bunu necə taparıq uşaqlar? Deməli, burada induktiv müqavimətə, məsəl üçün, gəlin baxağın hansı uyğun gəlir. İnduktiv müqavimət XL bərabərdir. Elə 1 ohm demişik də, düzdürmü? Vahidi 1 ohmdur demişik. Yaxşı, 1 ohm nəyə bərabərdir? Hardan baxaram? Elə məsəl üçün, I bərabərdir U bölü R-dən, R-i tapanda U bölü I-dir, yəni volt bölünsün amperdir. Gəlin, indi bunu açalım. Deməli, voltun yerinə nə yaza bilərəm? Məsəl üçün, bu düsturu xatırlayaq, küfi düsturunu. Burada 1 volt, 1 joule, 1 kulon vurulsun voltdur. Onda buradan deyə bilərik ki, volt nəyə bərabərdir? Joule bölünsün kulona. Voltun yerinə yazıram, joule bölünsün kulon, bir də vurulsun amper. Gəlin açalım. Joule'un yerinə yazıram, kilogram vurulsun metrin kvadratı, bölünsün saniyənin kvadratı. Kulonun yerinə də, bax bunun yerinə, amper vurulsun saniyə yazıram. Saniyəni saniyə kvadratına vuranda saniyənin kubu oldu. Amperi də amperə vuranda amperin kvadratı oldu. Görək hansındadır? Kilogram vurun metr kvadratı bölünsün, deməli, kilogram vurun metr kvadratı bölünsün, amper kvadratı vur saniyə kubu. Görək, haradasa səhv getdi mi? Volt bölü amperdir dedik. Voltun yerinə joule bölü kulon yazdıq. Joule'un yerinə kilogram vurun metr kvadratı bölü saniyə kvadratı yazdıq. Aha. Amper yerində qaldı. 1 kulonun da yerinə yenə amper vur saniyə yazanda, gətirib saniyə kvadratına vuranda amper kvadratı vurulsun saniyə kubu oldu. Bu belə qalsın uşaqlar. Elektrik hərəkət qüvvəsinə də baxaq. Elektrik hərəkət qüvvəsi kənar qüvvələrin gördüyü işin yükə nisbətidir də. Yəni burada 1 volt, 1 joule bölünsün kulondur. Joule'un yerinə yazıram, kilogram vurulsun metrin kvadratı bölünsün saniyənin kvadratı. Kulonu da yerinə yazıram, amper vurulsun saniyə, həmən saniyə kvadratı saniyə vuranda saniyə kubu. Fikir verin, kilogram vur metr kvadratı böl amper vur saniyə kubu, elektrik hərəkət qüvvəsi. D də uyğun gəlir. İnşallah verilən variantlar arasında əslində doğru cavab kimi yeni də göstəriblər 2-yə, 2A-yı. Amma burada dediyim kimi kulonun yerinə gətir amper vur saniyə vuranda saniyənin kubu olur. Yəni, əgər 2-yə yeni veriblərsə, onda bu saniyənin kubu olmalıydı. Yəni, ya da ki, əgər doğru cavabda yeni də göstəriblər, onda ya uyğun gəlirsə saniyə kubu olmalıdır. Bir balaca nəsə burada düzgünlük yoxdur. Yenə də bir göz gəzdirək istəsəniz. Deməli, volt böl amperdirsə, voltun yerinə joule böl kulon yazdıq, vurulsun amper oldu.
Joulun yerinə kiloqram vur metr kvadratı böl saniyə kvadratı yazdıq. O da gəlib ona vurulanda bəli uşaqlar. Yəni bu şəkildə olmalıdır. Gəldik situasiya suallarına. Deyir, AB cismi fokus məsafəsi 20 sm olan toplayıcı nazik linzadan şəkildə göstərilən vəziyyətdə yerləşdirilib. Bölgülər bərabərdir. Əlverişli şüaların üçündən baş optik oxa paralel olan optik mərkəzdən keçən, bir də baş fokus nöqtəsindən keçən şüalardan istifadə edərək cismin linzada alınan xəyalını çəkin. Deməli, uşaqlar, burada məsələ nədir? Bizə deyir ki, AB cismi fokus məsafəsi 20 sm olan toplayıcı nazik linzada şəkildə göstərilən vəziyyətdə yerləşdirilib. Deməli, uşaqlar, burada fikir verirsinizsə, fokus məsafəni 20 sm-nə verib, damanı 1 desimetrlə. Yaxşı, biz deyə bilərik ki, 10 sm 1 desimetrdirsə, düzdürmü? Onda fikir verin, 1 desimetr gəldim 10 sm, 2 desimetr gəlməliyəm ki, 20 sm olsun. Deməli, fokus məsafəsi, baxın, bu nöqtədir. Bura nədir? Fokus məsafəsidir. Fokus məsafəsini artıq bilirsə, deməli 2 bölgü sağda da fokus məsafəsi bura düşəcəkdir. Onda burada biz cismin xəyalını qura bilərik. Hətta buradan xəyal məsafəsini də əslində biz tapa bilərik. Bax, necə taparam? Toplayıcı linzada düsturumuz 1 bölü f bərabərdir. 1 bölü d üstə gəlsin 1 bölünsün f-dir. Yaxşı, bu fokus məsafəsi 20 sm-dirsə, cisim buradadırsa 3 desimetr olur. O da eləyir 30 sm. Deməli, cisim məsafəsi də 30 sm-dir. Onda yerinə qoyub hesablayaq. 1 bölü 20 bərabərdir. 1 bölü 30 üstə gəlsin 1 bölünsün f. Buradan 1 bölü f bərabər olur. 30 ilə 20-yə məsəl üçün ortaq məxrəc kimi 60 götürsək 3 çıxılsın 2 şəklində olacaq. Deməli, buradan f-ini alırıq, 60 sm alırıq. Deməli, cisim də xəyal məsafəsi də 60 sm məsafədə olmalıdır. Onda mən deməli 10, 20, 30, 40, 50 harca bura düşürdü 60. Düzdürmü? Fikir verin, cisim 30 sm məsafədə olanda xəyalı 60 sm məsafədə alınır. Xəyalını yəni buradan alınacaq. Və necə qurarıq? Bu şəkildə qura bilərik uşaqlar. Biz demişik ki, baş optik oxa paralel gələn şüa, bax, baş optik oxa paralel gələn şüa linzada sınandan sonra hardan keçir? Baxın, fokusdan keçir. Bunu bu şəkildə fokusdan keçirdik. Sonra optik mərkəzə gələn şüa sınmadan yoluna davam edir. Düzdürmü? Digər də nə idi? Fokusdan gələn şüa linza üzərində düşəndən sonra baş optik oxa paralel şəkildə gedir. Baxın, bu şəkildə gedir. Yəni, bunun xəyalı indi biz burada tam şəkildə düzgün keçmədi. Fikir verin, bu hissədə biraz fərqli getdi də. Baxın, bunu buradan düz göstərməliyik. Baxın, bu şəkildə. Yenə tam düz olmadı. Birini də deməli optik mərkəzə göndərmişdik. Bu şəkildə düz getdim, baxaq. Bir də fokusdan gələn şüa idi. O da baş optik oxa paralel gedir demişik. Fokusdan gələn də paralel gedər. Fikir verin şüaların üçü də baxın bu nöqtədə kəsişdi. Deməli, xəyal alınır burada. Hətta bizə sual düşə bilər ki, xəyal haqqında deyilənlər, yəni xəyal haqqında hansı fikirlər demək olar? Deyə bilərik ki, burada xəyal, baxın burada xəyal həqiqidir. Çünki şüaların özləri kəsişib, həqiqidir. Tərsinə çevrilmişdir, tərsinədir. Və gördüyümüz kimi böyüdülmüşdür. Bunları da soruşsa bu şəkildə yazmalıydıq. 59 nömrəli sual. Gücü 180 kW, yəni P bərabərdir 180 kW. Faydalı iş əmsalı ETA 40%. Daxili yanma mühərrikinin 5 dəqiqə ərzində T bərabərdir 5 dəqiqə. Onu da saniyəyə çevirsək 60-a vuranda olacaq 300 saniyə. Qızdırıcıdan aldığı istilik miqdarı. Qızdırıcıdan aldığı istilik miqdarı Q1'dir. Bizdən də bunu soruşur.
İndi uşaqlar deməli necə yazırıq? Faydalı şəmsalı biz bilirik ki, eta bərabərdir. A' bölünsün Q1 vurulsun 100%'dir. Buradan da eta bərabərdir. Gücün P bərabərdir A bölü T düsturundan. A'nın yerinə P vur T yazıram. Bölünsün Q1 vurulsun 100% olacaq. Buradan da deməli Q1'i hesablasaq, Q1'i tapaq ilk öncə. Q1'i tapanda olur P vur T vur 100 bölünsün eta. Yerinə qoyub hesablayalım. Deməli P 180 kilovatdır. 180 vur 10 üstü 3. Bu da olsun 18 vur 10 üstü 4. Vurulsun zaman 300'dür. Bunu yazıram 3 vur 10 üstü 2. Vurulsun 100. 100'də yazıram 10 üstü 2. Bölünsün etada 40. Bərabərdir. Gəlin bunu hesablayalım. Deməli neçə ixtisar eləyək? Hesablayalım. Deməli 4'ə getməz. Məsəl üçün 2 ixtisar eləyək. Burada alıram 20, burada alıram 9. Düzdürmü? 1-0'da baxın bununla bunu ixtisar eləyirəm. Buradan alınır ki 9 vur 3 27. 27'ni də 2'yə böləndə 13,5 vurulsun 10 üstü 7. 10 üstü 7. Bu da nə olacaq? 135 vur 10 üstü 6. Bunu da yazaram. 135 min vur 10 üstü 3. Yəni 135 min kilo joule. Bu şəkildə olacaqdır. 60 nömrəli sual. Kütləsi 800 mg olan radioaktiv maddənin yarım çevrilmə müddəti 5 sutkadır. Koordinat oxları üzərində kəmiyyətlərin müvafiq qiymətlərini yazmaqla çevrilməmiş radioaktiv nüvələrin maddənin kütləsinin zamanlı asılıq qrafikini çəkin. Deməli uşaqlar biz bilirik ki, çevrilməmişlər üçün qrafikimiz necə olur? Baxın burada M-in T'dən asılıq grafikini çəkirik. Başlanğıcda bu 800 mg-dır. Burada 800'dür. Və çevrilməmişlərin qrafiki müəyyən bir dəyərdən başlayaraq bu formada azalır. İndi bizə deyir ki, yarım çevrilmə periodu 5 sutkadır. Koordinat oxları üzərində kəmiyyətlərin müvafiq qiymətlərini yaz. Deməli bunun periodu 5 sutkadır. 1 sutkada 2 dəfə azalmalıdır da bu. 5 sutka keçəndən sonra nə qalacaq? 800'ün yarısı 400. Tutaq ki, növbəti 5 sutka keçəndə yenə 2 dəfə bölünür. Qalır burada 200. 5 keçəndə bura 10 oldu da artıq. Bir 5 də keçsə, tutaq ki 15 oldu. Onda burada olacaqdır 200, 2 dəfə bölünəcək, 100 qalacaq. Bunu uşaqla belə göstərək. Düsturumuz bu şəkildədir. M bərabərdir. M0 vurulsun 2 üzəri mənfi T bölünsün T. İndi fikir verək. Başlanğıcda 800'dür. Onu da yazıram. M bərabərdir. 800 vurulsun 2 üzərində mənfi. Zamanı 5 götürürəm. Periodumuz da 5'dir də. 5 bölünsün 5. Buradan nə alınacaq? 400. İndi birinci halda bu. M2 bərabərdir. 800 vurulsun 2 üzərində zamanı 10 götürürəm. 10 götürəndə 10 bölü 5 2 eləyir. 2 üstü mənfi 2. Bu da 4'də 1. 800'ü 4'də 1'ə vuranda 200 eləyir. M3'ə baxaq. 800 vurulsun. Zamanı 15 götürsəm. 15'i 5'ə böləndə 3. Yəni 2 üstü mənfi 3. Bu da 8'də 1. 800 də 8'də 1'ə vuranda olur 100. Fikir verdinizmi? Hər bir period keçəndən sonra 2 dəfə azalma baş verir. Ona görə qrafikimizi də bu şəkildə göstəririk. Başlanğıcda 800'dür. Zamanı 5 götürəndə 400. Zamanı 10 götürəndə 200. Zamanı 15 götürəndə 100'ə qədər enmiş olur. Yəni uşaqlar bu şəkildə bunu göstərməliyik. Belə izahımız bitdi. Ümidvaram ki, sizlər üçün əhəmiyyətli olar. Belə uşaqlar, növbəti video izahlarda görüşənə qədər özünüzə yaxşı baxın. Sağ olun, sağlıqla qalın.